Hamıya salam. Bugünkü videoda Hədəf kursunun 9 noyabr tarixini keçirdiyi 9-cu siniflər üçün olan buraxılış imtahanının izahını paylaşacağam. Başlayaq sualların izahına. 57-ci sual. Bu bərabərliyə əsasən x, y hasilini tapın. Modul və kvadratın cəmi 0-dır. Bu o zaman 0 ola bilər ki, hər bir ifadənin qiyməti ayrı-ayrılıqda 0-a bərabər olsun. Yəni modulda x çıx 3 bərabər olmalıdır 0-a, x çıx 3 bərabərdir 0, x-in qiyməti olur 3. Y çıx 7-nin kvadratı bərabərdir 0, y çıx 7 bərabərdir 0, y bərabər olur 7-yə. X, y hasili olacaq 3 vurulsun 7. Yəni 21. Cavab D variantı. 58-ci sual. Katetlərinin uzunluqları 16 və 30 olan düzbucaqlı üçbucağın hipotenuzu və hipotenuza çəkilən medianının uzunluqları cəmini tapın. Düzbucaqlı üçbucağı təsvir elədik. Bir kateti 16-dır, digəri isə 30-dur. Hipotenuzu tapaq. Bunun üçün Pifaqordan istifadə edəcəyik. C-nin kvadratı bərabərdir 16-nın kvadratı üstəgəl 30-un kvadratı. C-nin kvadratı bərabərdir 256 üstəgəl 900. Bunun cəmi olacaq 1156. Kvadratı 1156 olan ədəd 34-dür. Deməli, bu düzbucaqlı üçbucağın hipotenuzu 34-ə bərabər olur. Hipotenuza çəkilən median isə hipotenuzun yarısına bərabər olur. Deməli, bunun uzunluğu olacaq 17. Bizdən də hipotenuz və hipotenuza çəkilən medianın uzunluqları cəmini soruşur. Yəni 34-ün üstünə 17 gəlib hesablamaq lazımdır. Doğru cavab olur 51. 59-cu sual. Bu bərabərliyə əsasən AB ədədinin ən böyük qiymətini tapın. İlk öncə bunun açılışını yazaq. AB-ni 10A üstəgəl B şəklində yazmaq olar. 2A üstəgəl 3B. A-ları bir tərəfə, B-ləri bir tərəfə yığaq. 10A çıx 2A, 8A bərabər olur 3B çıx B-yə, yəni 2B-yə. Hər tərəfi 2-yə bölək, 4A bərabər olur B-yə. B-nin qiyməti olur 4A. İndi AB ədədinin ən böyük qiymətini tapaq. Bunun üçün belə bir qiymətlər cədvəli quraq. A-nın yerinə 1 qoysaq, B olacaq 4, A-nın yerinə 2 qoysaq, B olacaq 8, A-nın yerinə 3 qoysaq, B olacaq 12. B isə 12 ola bilməz, deməli bu ödənmir. AB ədədinin bir qiyməti 14 olur, digər qiyməti isə 28. Bizdən də ən böyük qiymətini soruşur. Ən böyük qiyməti olacaq 28. Digər suala baxaq. Məxrəci 15 olan düzgün kəsirlərin neçəsi ixtisar olunmayandır? Məxrəci 15-dir və düzgün kəsirdir. Düzgün kəsir o deməkdir ki, surət məxrəcdən kiçikdir. Yəni A-nın qiyməti 15-dən kiçik olur. Və ixtisar olunmayan kəsir lazımdır. Bunun üçün 15-dən kiçik və 15 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapmaq lazımdır. İlk növbədə 15-i vuruqlarına ayıraq. 3-ə bölürük 5, 5-ə bölürük 1, 3 və 5. 15-dən kiçik, 15 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapılma düsturu 15 vurulsun 1 çıx 3-də 1, 1 çıx 5-də 1 bərabərdir. 15 vurulsun 1-dən 3-də 1 çıxanda 3-də 2 edər. 1-dən 5-də 1 çıxanda 5-də 4 edər. Bunlar ixtisar gedir. Yerdə qalır 2 vur 4, 8. Deməli, məxrəci 15 olan 8 dənə düzgün kəsir var ki, onlar ixtisar olunmur. Doğru cavab olur A variantı. 61-ci sual. A və B çoxluqları verilib. B-nin A-dan fərqindəki elementlərin sayını soruşur. B-də olan, amma A-da olmayan. Bunları tapmalıyıq. İlk öncə hər ikisində ortaq olanların üstünə xətt çəkək. 3 A-da da var, B-də də var. 11 A-da da var, B-də də var. İndi B-də olan, amma A-da olmayan hansılardır? 10, 17 və 20. Deməli, bunu tapmaq üçün bunları bilmək kifayət edər. Doğru cavab olacaq 3. 62-ci sual. 300 qram 10% məhlulun üzərinə neçə qram duz əlavə etsək, 50% məhlul alınır. İlk öncə baxaq ki, 300 qram 10% məhlulda nə qədər duz var.
Bunun üçün 300-ün 10%-ni tapaq. Deməli, 300 qram məhlulda 30 qram duz var. Nisbət şəklində bu formada yazmaq olar. Bizdən soruşur ki, neçə qram duz əlavə olunmalıdır? Əlavə olunan duzun miqdarı həm məxrəcə yazılır, çünki ümumi məhlulun miqdarı da artır. Həm də duzun kütləsi də artdığına görə surətə də əlavə olunmalıdır və 50% məhlul alınır. 50% məhlulu da %50 formasında göstərmək olar. İxtisar aparsaq 2/1 qalır. Bu tənasübü həll eləyək. Çarpaz vuraq. 300 üstəgəl x vurulsun 1 bərabərdir. 2 vurulsun 30 üstəgəl x. 300 üstəgəl x bərabərdir. 60 üstəgəl 2x. X bərabər olur 300 çıxılsın 60, yəni 240. Deməli 240 qram duz əlavə olunmalıdır ki, 50% məhlul alınsın. 63-cü sual. AB parçası üzərində C nöqtəsi qeyd olunmuşdur. AB parçası çəkək və C nöqtəsi. AB-nin ümumi uzunluğu 50-dir. AC və BC parçalarının orta nöqtələri arasındakı məsafəni tapın. Bura olsun orta nöqtə, burada olsun ikinci orta nöqtə. Əgər orta nöqtədirsə, deməli, bura A olsa, burada A olacaq. Bura B-dirsə, burada B olacaq. Çünki orta nöqtə parçanı 2 bərabər hissəyə ayırır. Yazaq, 2A üstəgəl 2B bizə AB-nin ümumi uzunluğunu, yəni 50-ni verir. Hər tərəfi 2-yə bölsək, A üstəgəl B-nin qiyməti olacaq 25. Bizdən soruşur ki, bu parçaların orta nöqtələri arasındakı məsafəni tap. Orta nöqtələr də budur. Bunlar arasında məsafə olacaq A üstəgəl B. Bizə də lazım idi A üstəgəl B-ni tapmaq. Buradan tapdıq. Deməli, orta nöqtələr arasında məsafə olacaq 25. 64-cü sual. A və B qarşılıqlı sadə ədədləri üçün 2 vurulsun əkov AB çıxılsın 3. Bərabərdir 27 vurulsun əbob AB bərabərliyindən AB hasilini tapın. Bilirik ki, qarşılıqlı sadə ədədlərin əkobları onların hasilinə, əbobu isə 1-ə bərabərdir. Yerinə qoyub yazaq. 2 vurulsun əkob, yəni AB çıxılsın 3 bərabərdir. 27 vurulsun əbob AB. Əbob 1-ə bərabərdir. 2AB bərabərdir 27 üstəgəl 3, yəni 30. AB-nin qiyməti olacaq 30 bölünsün 2, 15. Doğru cavab A variantı. 65-ci sual. A və B irrasional ədədlər, A üstəgəl B cəmi isə rasional olarsa, verilənlərdən hansı rasionaldır? Gəlin hər bir varianta ayrı-ayrılıqda baxaq. İlk öncə A variantına başlayaq. 2A-nı A üstəgəl B şəklində yazmaq olar. Yazılıb ki, A üstəgəl B cəmi rasionaldır. Bu rasionaldır, amma A və B ayrı-ayrılıqda irrasionaldır. Bu irrasionaldır. Rasional ədədlə irrasional ədədin cəmi həmişə irrasional ədəd olur. Deməli, A variantını götürmürük. B variantına baxaq. A üstəgəl 2B-ni B üstəgəl B şəklində yazıram. Yenə A üstəgəl B cəmi rasionaldır, amma B ayrılıqda irrasionaldır. Bunların cəmi də irrasional olur. Deməli, B-ni də götürmürük. C variantına baxaq. A üstəgəl 1 bölünsün B. A irrasional ədəddir. B də irrasional ədəddir. Əgər 1 böl B irrasional ədəd olsa, B irrasional ədədir axı. Əgər 1 böl B də irrasional olsa, yenə irrasionalla irrasionalın cəmi olacaq irrasional. Eyni ilə D variantında. B ədədi özü ayrılıqda irrasionaldır. 1 böl A irrasional olsa da, olmasa da, bu cəm yenə irrasional ədəd alınır. İndi Y variantına baxaq. Y variantına mötərizə için sadələşdirək. AB vurulsun. Ortaq məxrəc gətirsək B üstəgəl A böl AB olur. Bununla bu ixtisar gedir. Yerdə qalır A üstəgəl B. A üstəgəl B şərtdə yazılıb. Rasionaldır. Deməli, bizdən də elə rasionalı soruşurdu. Doğru cavab olacaq Y variantı. 66-cı sual. ABC üçbucağında AD tənbölən olarsa, şəklə əsasən A vur B hasilini tapın. Üçbucaqda tənbölənin belə bir xassəsi var. A-nın 12-yə nisbəti
bərabər olmalıdır tən bölənin qarşı tərəfi böldüyü parçaların nisbətinə. Yəni 8 bölünsün B-yə. Bu tənasibi həll eləsək, cavabı tapmış olarıq. Bizdən AB hasilini soruşurdu. Elə bunu da çarpaz vursaq, AB olacaq 12 vurulsun 8. Yəni 96. Doğru cavab A variantı. 67-ci sual. Şəkildə AOB 90 dərəcədir. Alfa üstəgəl beta 70 dərəcə olarsa, beta bucağının dərəcə ölçüsünü tapın. Baxın, alfa üstəgəl beta 70-dir. Bura alfadır, bura betadır. Deməli, bunun cəmi olacaq 70. Bura 70-dirsə və ümumi bu bucaq düz bucaqdırsa, onda bura olacaq 90 çıx 70, yəni 20. Alfanın qiymətini 20 tapdıq. Betanın qiymətini tapmaq üçün 70-dən alfanın qiymətini çıxmaq lazımdır. 70 çıxılsın 20, betanın qiyməti olacaq 50. Doğru cavab C variantı. 68-ci sual. 20-dən kiçik iki rəqəmli cüt ədədlər çoxluğunun neçə alt çoxluğu var? 20-dən kiçik iki rəqəmli cüt ədədləri yazaq. 10, 12, 14, 16 və 18. Hər biri 20-dən kiçikdir, hər biri iki rəqəmlidir və cüt ədəddir. Deməli, bu çoxluğun neçə elementi var tapdıq? 1, 2, 3, 4, 5. Bir çoxluğun neçə dənə elementi varsa, onun alt çoxluğun sayını tapmaq üçün 2 üstündə n düsturundan istifadə olunur. Burada n 5-ə bərabərdir. Deməli, bu sualın cavabı olacaq 2 üstündə 5, yəni 32. Doğru cavab C variantı. 69-cu sual. Kəsirlərdən hansılarını sonlu onluq kəsir şəklində göstərmək olar? Hər hansı bir adi kəsiri onluq kəsir şəklində göstərmək istəyiriksə, onun məxrəcində yalnız 2 və 5-lər olmalıdır. Baxaq birinciyə. 20-də 7 kəsiri. 20-nin vuruqlarını ayırsaq, belə alınacaq. 2, vur 2, vur 5. Məxrəc 2 və 5-lərdən ibarətdir. Deməli, bunu sonlu onluq kəsir şəklində göstərmək olar. İkinciyə baxaq, 15-də 11. 15, 3 vur 5'dir. 5 var, amma 3 də var. Biz dedik ki, yalnız 2 və 5-dən ibarət olmalıdır. Deməli, bunu sonlu onluq kəsir şəklində göstərmək olmaz. Növbəti 40-da 13. 40-ı belə yaza bilərik. 2 vur 5, vur 2, vur 2. Yenə də məxrəc 2 və 5-lərdən ibarətdir. Ona görə də sonlu onluq kəsir şəklində yazmaq olar. Axırıncı kəsir 45-də 8. 45-i də belə yaza bilərik. 3 vur 3 vur 5. 5 var, amma 3 də var. Dedik ki, 3 ola bilməz. 2 və 5 olmalıdır. Deməli, bunu göstərə bilmərik. 20-də 7 və 40-da 13 kəsirləri. Doğru cavab olur B variantı. 70-ci sual. Şəkildə A və B xətləri paraleldir. Alfa üstəgəl beta cəmini tapın. Bura əgər betadırsa, burada beta olacaq. Çünki bunlar daxili çarpaz bucaqlardır və daxili çarpaz bucaqlarının qiyməti bir-birinə bərabər olur. İndi buna baxaq. Bura açıq bucaqdır. Açıq bucağın dərəcə ölçüsü neçədir? 180 dərəcə. Alfa üstəgəl beta üstəgəl 80 bərabər olur 180-ə. Alfa üstəgəl betanın qiymətini tapanda 180-dən 80 çıxırıq, qalır 100. Bizdən də elə alfa üstəgəl beta cəmini soruşurdu. Doğru cavab olacaq 100 Y variantı. 71-ci sual. Ən böyük mənfi tam ədədi ilə ən kiçik sadə natural ədədin hasilinin üzərinə ən kiçik iki rəqəmli mürəkkəb ədədi əlavə etsək, alınan nəticə 20-30 aralığında yerləşən ən kiçik sadə ədəddən neçə vahid az olar? Gəlin bu şərti addım-addım yazaq. Ən böyük mənfi tam ədəd neçədir? -1. Ən kiçik sadə natural ədəd. Ən kiçik sadə natural ədəd 2-dir. Bunların hasilinin üzərinə ən kiçik 2 rəqəmli mürəkkəb ədəd. Ən kiçik 2 rəqəmli mürəkkəb ədəd 10-dur. Alınan nəticəni hesablayaq. -2 üstəgəl 10. Nəticə olur 8. 20-30 aralığında yerləşən ən kiçik sadə ədəd. 20-30 aralığında baxaq.
Ən kiçik sadə ədəd neçədir? 21 sadə deyil, 22 də sadə deyil, amma 23 sadədir. Deməli, bu şərti ödəyən 23-dür. Və bizdən soruşur, bu sadə ədəddən, yəni 23-dən neçə vahid az olar? 23 çıxılsın 8. Doğru cavab olur 15. D variantı. 72-ci sual. A və B natural ədədlər olarsa, standart şəkildə verilmiş bu ədədin tərtibini tapın. Ədədin standart şəkildə verilməsi bizə bunu göstərir ki, bu qiymətli hissədir, düzdürmü? Qiymətli hissə 1 və 10 aralığında qiymət ala bilər. Gəlin bura A yox, hər hansı bir X yazaq. 1 və 10 aralığında qiymətlər ala bilər. Bu isə tərtibdir. Yəni A üstəgəl B onun qüvvətidir və standart şəkildə verilmiş ədədin tərtibi sayılır. Bizə də A üstəgəl B cəmini tapmaq lazımdır. İndi baxaq. Bu ifadəyə baxaq. 3A üstəgəl 5B. Əgər A-ya bir qiymətini versək, B-yə də bir qiymətini versək, bu ifadənin qiyməti olacaq 8. 3 vur 1, 3 üstəgəl 5 vur 1, 5 olacaq 8. Əgər A-ya 2 versək, B-yə 1 versək, 3 vur 2, 6, 6 üstəgəl 5 olacaq 11. Əgər A-ya 1 versək, B-yə 2 versək, 5-i 2-yə vuruq 10, 10-un üstünə 3 gəlir, olacaq 13. Biz dedik ki, qiymətli hissə 1 və 10 aralığında qiymət ala bilər. Burada 11 oldu, burada 13 oldu. Və A ilə B-yə başqa daha böyük ədədlər versək, ondan yuxarı qiymətlər alınacaq. Yəni bizə onlar lazım deyil. Deməli, A-nın qiyməti 1-dir, B-nin də qiyməti 1-dir. A üstəgəl B-ni tapanda bunları toplayırıq. 1 üstəgəl 1, doğru cavab olacaq 2. 73-cü sual. Tək rəqəmli mürəkkəb ədədlərin ədədi ortasını tapın. İlk öncə tək rəqəmli mürəkkəb ədədləri yazaq. Bilirik ki, 1 nə sadədir, nə mürəkkəbdir. 2 sadə ədəddir, 3 sadə ədəddir, 4 mürəkkəb ədəddir. 5 sadədir, 6 mürəkkəbdir. 7 sadədir, 8 mürəkkəbdir, 9 da mürəkkəbdir. Tək rəqəmli mürəkkəb ədədləri yazdıq. Bunların ədədi ortasını soruşur. Yəni, bunları toplamalıyıq. Sonra da sayına bölməliyik. Cəmi olur 27, bunu da bölürük 4-ə. Doğru cavab olacaq 6 tam 4-də 3. Yəni 6 tam %75. 74-cü sual. Usta birinci gün işin 3də 1 hissəsini, ikinci gün qalan işin 5də 2 hissəsini bitirdi. İşin neçə faizi bitirilməmiş qaldı? Deməli, birinci gün işin 3də 1 hissəsini bitirdi. Nə qədər hissə qaldı? X sıx 3də 1x. 3də 2 hissəsi qaldı. İkinci gün qalan işin, yəni 3də 2 qalmışdı axı, qalan işin 5də 2 hissəsini bitirdi. Bunu hesablayaq. Olacaq 15də 4x. Deməli, 15də 4x-i bitirdi. Baxaq, ümumilikdə nə qədər hissə bitib? Birinci gün 3də 1 hissəsi bitib. İkinci gün 15də 4 hissəsi. Bunları toplayaq. Bərabərdir. Ortaq məxrəcə gətirsək, bunun hər tərəfini 5-ə vururuq. 5 üstəgəl 4x. 5 üstəgəl 4 də 9 edər. 15 də 9x. Hər tərəfi 3-ə bölsək 3. 15-i 3-ə bölsək 5. Deməli, 5də 3x bitib. 5də 3x-də nə qədər faiz eləyir? Buna baxaq. 5də 3-ü vururuq 100-ə. 60%. 60% bitib. Neçə faiz bitməyib? 100-dən 60 çıxırıq. Cavab olacaq 40. 75-ci sual. Ədədin natural bölənlərinin sayını tapın. Gəlin ilk öncə ədədi sadə vuruqların hasil şəklində yazaq. Onu 2 vur 5 kimi yaza bilərik. Üstündə 5 vurulsun 14, 2 vur 7, üstündə 2 vurulsun 35-i də 7 vur 5 kimi yazmaq olar. Bərabərdir. 2 üstündə 5 vurulsun 5 üstündə 5 vur 2 üstündə 2 vur 7 üstündə 2 vur 7 vur 5. Bunu hesablayaq. 2 üstündə 5, 2 üstündə 2 olacaq. 2 üstündə 7 vurulsun.
5 üstündə 5 və 5 olacaq. 5 üstündə 6 vurulsun 7 üstündə 2 vurulsun 7 olacaq. 7 üstündə 3. Natural bölənlərin sayını necə tapırdıq? Qüvvətlərin üstünə bir gəlib bir-birinə vururduq. 7 üstəgəl 1 8 vurulsun 6 üstəgəl 1 7 vurulsun 3 üstəgəl 1 4. Doğru cavab olacaq 224. 76-cı sual. Bərabəryanlı düzbucaqlı üçbucağın hipotenuzunun uzunluğu 20 olarsa, onun kiçik hündürlüyünün uzunluğunu tapın. Şəkli təsvir elədik. Həm bərabəryanlıdır, həm də düzbucaqlıdır. Hipotenuzun uzunluğu 20-dir. Bizdən kiçik hündürlüyün uzunluğunu soruşur. Belə bir qayda var. Düzbucaqlı üçbucağın kiçik hündürlüyü onun böyük tərəfindən çəkilir. Və düzbucaqlı üçbucağın böyük tərəfi də onun hipotenuzudur. Deməli, bizə bura çəkilən hündürlüyün uzunluğu lazımdır. Digər tərəfdən belə bir qayda var. Düzbucaqlı üçbucağın hipotenuza çəkilən hündürlüyü həm də median və tənböləndir. Çünki dedik axı bu bərabəryanlı üçbucaqdır. Deməli, mediandırsa, onda bunun uzunluğu hipotenuzun yarısına bərabər olur. Yəni 10. Bu sualın yazmaq üçün birinci bilməliyik ki, bərabəryanlı üçbucağın təpəsindən oturacağa çəkilən parça həm hündürlükdür, həm mediandır, həm tənböləndir. Digər tərəfdən bilməliyik ki, düzbucaqlı üçbucağın hipotenuza çəkilən medianın uzunluğu hipotenuzun yarısına bərabərdir. Bunları bilsək, sualın cavabını taparıq. Doğru cavab olur 10. 77-ci suala baxaq. İlk növbədə bunları açılış formasına yazaq. AB-ni yazaq. 10A üstəgəl B üstəgəl BA. 10B üstəgəl A. Bölünsün A üstəgəl B. Üstəgəl eyni ilə 10A üstəgəl B çıxılsın 10B üstəgəl A. Böl A çıx B. İlk öncə bu hissəni hesablayaq, daha sonra buranı hesablayarıq. Bərabərdir. 10A üstəgəl A. 11A üstəgəl 11B bölünsün A üstəgəl B üstəgəl 10A çıx A. 9A B çıx 10B çıx 9B bölünsün A çıxılsın B bərabərdir. Burada 11-i mötərizə xaricdən çıxardıb A üstəgəl B yazıram. Burada 9-u mötərizə xaricdən çıxardıb A çıxılsın B böl A çıx B yazıram. Bunlar ixtisar gedir. Yerdə qalır 11 üstəgəl 9. Yəni 20. İndi misalın ikinci hissəsinə baxaq. 20 vurulsun bura. Misalın ikinci hissəsini hesablamaq üçün 2-də 3-dən 5-də 3-ü çıxmalıyıq. 2-də 3 çıxılsın 5-də 3 bərabərdir. Ortaq məxrəcə gətirək. Bunun hər tərəfini 5-ə, bunun hər tərəfini 2-yə vururuq. 5 vur 3 15 çıxılsın 2 vur 3 6. 15-dən 6 çıxanı 9 eləyir. Deməli, bura oldu 10-da 9. Daha sonra 10-da 9-u məxrəcdəki ədədlərin fərqinə vurmalıyıq. 3 çıx 2 1, 4 çıx 3 1, 5 çıx 4 1. Yəni 1-ə vururuq. Qısacası ikinci hissənin cavabı olur 10-da 9. 20 vurulsun 10-da 9 bərabərdir. İxtisar gedir 2 qalır. 2 vur 9 18. Deməli bu misalın cavabı 18-dir. 78-ci sual. Qarşılıqlı alfa və beta bucaqları üçün x-i tapın. Bilirik ki, qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Deməli, alfa bərabərdir betaya. İndi sağ tərəfləri bərabər eləyək. 3x üstəgəl 50 bərabərdir x üstəgəl 80. 3x çıx x 2x bərabərdir 30. X-in qiyməti olur 15. Bizdən x-i soruşurdu. Deməli, cavab olacaq 15. 79-cu sual. 4, 6, 10 ədədlərinə bölünəndə qalıqda 2 alınan ən kiçik natural ədəd. Bunu hesablamaq üçün ilk növbədə bunların əkobunu tapmalıyıq. Yəni elə bir ədəd tapmalıyıq ki, həm 4-ə, həm 6-ya, həm də 10-a bölünsün.
Bu olur 60. 60 4-ə 6-ya 10-a qalıqsız bölünür. Bunun üstünə də 2 gəlirik. 60 üstə gəl 2, 62. Deməli, ən kiçik natural ədəd 62-dir ki, 4-ə, 6-ya, 10-a bölünəndə qalıqda 2 alınsın. Cavab olacaq 62. 80-ci sual. Perimetri 18 olan bərabəryanlı üçbucağın oturacağına paralel olan orta xəttin uzunluğu 2 olarsa, üçbucağın yan tərəfinin uzunluğunu tapın. Şəkli təsvir eləyək. Bir dənə bərabəryanlı üçbucaq çəkdik. Oturacağa paralel olan orta xət. Orta xət oldu 2. Orta xət hansı tərəfə paraleldirsə, onun yarısına bərabər olur. Əgər bura 2-dirsə, buranın ümumi uzunluğu olacaq 4. Bərabəryanlı üçbucaqdır, yan tərəflər bərabərdir. A ilə işarə elədim. Bizdən də yan tərəfin uzunluğunu soruşur. Yəni, A üstə gəl 4 bərabər olur perimetrə 18-ə. 2A üstə gəl 4 bərabərdir 18. 2A-nın qiyməti olacaq 14. A-nın qiyməti olacaq 7. Deməli, üçbucağın yan tərəfinin uzunluğu 7-yə bərabər olur. 81-ci və sonuncu sual. 200 qram 40% duz məhluluna 800 qram su əlavə olundu. Daha sonra məhlulun yarısı atıldı və əvəzində həmin miqdarda su əlavə olundu. Alınan məhlulun duz faizini hesablayın. Bu nisbətən çətin və mürəkkəb görünən bir misaldır. Gəlin həllinə baxaq. Əvvəlcə hesablayaq. Əvvəlki duz məhlulunda nə qədər su, nə qədər duz var idi? 200 qram 40%-dir. 200-ün 40%-ni tapaq. Bölünsün 100. 2 vur 40, 80. Deməli, 80 qram duz var idi. Bəs nə qədər su var idi, ona da baxaq. 200 qramdan 80-i çıxırıq. 120 qram su var idi. Sonra nə deyir? Bu duz məhluluna 800 qram su əlavə olundu. Məhlulun ümumi kütləsi 200 idi. 800 qram da su əlavə olundu. Amma duzun miqdarı dəyişmir. Duzu saxlayırıq. Məhlulun duzluluq faizini hesablayaq. 200 üstəgəl 800 1000 edər. Deməli, 8%-li məhlul alınır. Daha sonra məhlulun yarısı atıldı. Baxaq, 80 qram duz var idi. 800 qram su əlavə olundu. 80 qram duz yenə qaldı. 80 qram duz olduğu kimi qalır. Nə qədər su oldu? Əvvəl 120 qram su var idi. 800 qram da su əlavə olundu. Oldu 920 qram su. Ümumi məhlulun kütləsi isə 1000 qram oldu. Daha sonra məhlulun yarısı atıldı. Məhlulun yarısı atıldı o deməkdir ki, duzunda yarısı atılır, suyunda. Duz 80 qram idi. Yarısı atılır, qalır 40 qram. Su 920 qram idi. Yarısı atılır, qalır 460 qram su. Ümumi məhlulun kütləsi nə qədər olur? 460 üstəgəl 40, yəni 500. 500 qram məhlul atıldı, yarısı atıldı və əvəzində həmin miqdarda su əlavə olunur. Buna 500 qram da su əlavə eləyirlər. Alınan məhlulun duz faizini hesablayaq. Deməli, yekun məhlulda 40 qram duz qaldı. Ümumi məhlulun kütləsi əvvəl 500 idi. 500 qram da su əlavə olundu. Oldu 1000 qram. Bunu vururuq 100-ə. Deməli, məhlulun duzluluq faizi 4% olur.